Pasiyentimdən gələn növbəti sualı sizlərlə bölüşmək istəyirəm. Cinsi əlaqə zamanı gələn o narahat səs, vaginal genişlik və cinsi əlaqə zamanı ağrı hissinin müşahidə olunması. Əgər sizlərdə bunlar müşahidə olunarsa, bu yəqin ki, sizdə müayinə əsasında təbii ki, təyin olunacaq vaginal genişliyin olması, arxa divarın genişlənməsi və yaxud da ön divarın vaginal boşluğunun genişlənməsi simptomlara səbəb ola bilər. Cinsi əlaqə zamanı uşaqlıq yolunun arxa divarında ağrı baş verərsə sizdə, çox böyük ehtimalla rektosel xəstəliyin olduğunu dəlalət verir. Təbii ki, müayinədən sonra təyin olunacaq. Çünki düz bağırsaq uşaqlıq yolunun arxa divarına təmas eləyərək, genişlənərək şişkinləşir və cinsi əlaqə zamanı bağırsağın ağrısıdır sizə belə bir ağrı verən. Həkim mütəxəssisləri vaxtında müraciət eləyib, 15-20 dəqiqə ərzində aparılan arxa kalparafiya ön levatroplastika dediyimiz əməliyyatla bütün bu simptomlardan və bu ağrılardan bir dəfəlik qurtula biləcəksiniz.